RFM yarım finalının son 4 sualının izahlarını çəkmək istəyirdim. 22, 23, 24 və 25-ci sualları. 22-ci sualla başlayaq izahımıza. Deyir, tərkibi həcmimizə 50% ikiz, 50% ikiz, 30% y, 20% z olan 500 milli qarışıq. Deməli, 500 millinin 50%'ni tapırıq. Bu eləyir 250 milli. Bu y eləyir 150 milli. Z eləyir 100 milli. Həqiqətən də bunların cəmi 500 milli eləyir. Deyir, birinci x-i ayırmaq üçün qarışıq fraksiya distillədən keçir. Bu zaman deyir, x-in 80% buxarlanır. Deməli, əvvəlcə x-in 80%, yəni 250-nin 80%. Nə qədər eləyir? 200. Bu 200 milli buxarlanır. Ancaq deyir, bu buxarların 10%, yəni 200-ün 10%, bu da eləyir, 200-ün 10'u vurub 100'ə bölsə, bu da eləyir 20. Yəni 200-ün 10% geri qayıdır, yəni 20 millisi. Deməli, 200-ün 20 millisi geri qayıdır, qalır 180. Qolbu qalan isə x soyuducudan keçərək qaba yığılır. Deməli, qabı da ayrı yazaq. Hələ ki, bizim bildiyimiz 180 milli x var. Sonra deyir, bu proses davam edir. Y üçün deyir 40%. Y nə qədərdir? 150 milli. 150 millinin 40%. 150'nin 40% buxarlanır. Buna da 100. Bu eləyir 60 milli. 60 millinin deyir 75% geri qayıdır. 60'ın da 75%'ni tapanda bölünsün 100. Bu da eləyir 45. Deməli 60 buxarlandı, 45 geri qayıtdı. Deməli 60 minus 45 bərabər 15. 15 gedir qaba tökülür. Bura yazırıq 15 y. Sonra deyir, bu proses z üçündə. Z nə qədərdir? 100. 100'ün də 20% buxarlanır. Yəni 20 millisi buxarlanır. 20 millisi. Və bunun 75%, 20'nin də 75% 15 edir. Geri qayıdır. Qaba gedib 5 milli z tökülür. Və deyir, axırda deyir, maye qarışığının həzminin neçə faizini təşkil edir? X. Onda onun həzmini hesablasaq, omega bərabərdir. X-in həzmini 180'i bölürük ümumiyə. 200'ə vururuq 100'ə. Bu da edir neçə? 90%. 22 nömrəli tapşırığın cavabı C variantı 90%. Davam eləyək 23 nömrəli tapşırıqla. Deyir, x və y maddələri 25 dərəcədə suda tam həll edilir. 500 milli doymuş homogen məhlul hazırlanan məhlulda x maddəsinin kütləsi y maddəsinin kütləsindən. Yəni bu 500 milli məhlulumuz var. X-dir, y-dir, plus burada təbii ki su da var. Bu məhlulun içərisində, hal-hazırda 500 milli məhlulun içərisində x-in kütləsi, yəni y-in kütləsindən, bunu x-ilə yazmasaq daha yaxşı olar. X-in kütləsini A yazaq, daha doğrusu x-in kütləsi, y maddənin kütləsinin 20 qram çoxdur. X-ə yazıram A plus 20, y-ə yazıram A. Bu vəziyyətdədir hal-hazırda. Və deyir, məhluldan 100 milli götürüləndi və su buxarlandı 30 qram qarışıq qaldı. Bu 500 millidən belə başa düşdük ki, 100 milli götürdülər və burada buxarlanandan sonra 30 qalıbsa, deməli, burada 70 qramı sudur. 30 qram isə x və y-dən ibarətdir qarışıq. Sonra məhlulun qalan hissəsini, yəni 400 millidən olan x maddəsinin kütləsini hesablayın. Bunu hesablamaqdan ötürü baxırıq ki, biz 500 millinin içərisində, 500 milli məhlulun içərisində nə qədər x-in, nə qədər y-in olduğunu tapmaqdan ötürü. 500 millidən bildik ki, hər 100 millinin 70'i sudursa, deməli, 350'si sudur burada, qalır 150 x ilə y qarışığı. X ilə y qarışığı da bu vəziyyətdədir. Yazıram A plus 2A plus A bərabərdir 150'yə. Buradan
A plus 2A. A plus 2A yox, heç. A plus 20. 2A nədir? A plus 20 plus A bərabərdir 150-yə. Buradan 2A bərabərdir 130-a. A da bərabərdir 65-ə. Buradan Y-in kütləsinin 65. X-in kütləsinin isə 85 olduğunu bildik. Həqiqətən də gördük. 85 65-dən 20 qram çoxdur. Və deməli bizdən yekunda 400-ə nə qədər X maddəsinin olduğunu soruşur. Deməli biz belə başa düşdük ki, 500 milli məhlulda 85 qram X maddəsi varsa, bəs bizdən 400-də soruşur. 400-də yazaram B qram X maddəsi. Bunlar ixtisar gedər. Bu da eləyir 68. 4 bölü 85 böl 5. Bu da eləyir 68 qram. Bizdən də elə bunu soruşurdu.